Rabdan gəlmir. Beyni məlumatla doldurmaq mərifət deyil. Heç kəs ona mərifət demir. Allah tanıma sırf məlumat deyil ki, adam məsələn filan qədər oxudum Allah haqqında. Oxumaq əladır, amma mərifət deyil. Oxumaq mərifətin müqəddiməsi ola bilər. Bu elmdir, savaddır. Beynində yığılıb qalıb, beynindən qəlbivə çatsa, süzülsə gəlsə qəlbə, imana çevrilsə bildiklərin hamısına inansan buna deyirlər mərifət. Bildikləri qəlbə ötürməkdir mərifət. İnsan eşitsin, başa düşsün, sonra inansın, qəlbinə ötürsün eşitdiklərini. İş qəlbnəndir. Qiyamət günü qəlbə baxacaqlar. Qəlbdə nə var, nə yox. Ölçü budur. Beyində yox, qəlbdə nə var, nə yox. Elm qəlbə həkk olmasa heç. Heç. Bildiklərin qəlbə həkk olmasa mənasızdır. Hətta zərərlidir. Elm başa düşməkdir, ona mərifət deməzlər. Tanıma başqa şeydir. Mərifət nədir bəs? Mərifət qəlbin təsdiqlədiyidir. Biz çox şeyləri bilirik, qəlbimiz təsdiq eləmir. Ona görə günah eləyirik. Mərifət qəlbin təsdiqlədiyidir. Məqsəd də odur. Adamı tohid elmi də cəhənnəmə apara bilər. Mənim əziz qardaşlarım və bacılarım bunu yaddan çıxartmayın. Tohid elmi də insanı cəhənnəmə apara bilər. Adam tohiddən kitab yazar, özü müşrik olar. Qəlbi yazdığına inanmaz, danışdığına inanmaz. Bunun nümunəsi nədir? Şeytan. Şeytan bəyəm Allaha inanmırdı, bəli inanırdı. Şeytan nə dedi? Dedi ki, ilahi, məni oddan, onu torpaqdan yaratmısan. Məni yaratmısan, yəni bilirəm ki, sən məni yaratmısan. Deməli, bilirdi, amma bilmək kifayət deyil. Qəlbə ötürülməyən elm hicabdır. Nə qədər ki, biz bilirik, qəlbimiz təsdiqləmir, o qədəri bizlə Allah arasında hicabdır. Maniyədir. Əl-ilmu huvəl-hicabul əkbər. Hədisdə var ki, elm ən böyük hicabdır Allahla insan arasında. Ən böyük hicabdır. Hansı elm? O elm ki, imana çevrilməyib. O elm ki, ancaq termin əzbərləməkdir, kitab oxumaqdır. Bu elmdir. Bu elmdə fayda yoxdur. Kaş heç bir insanın imana çevirmədiyi elm olmayaydı. Heç bir insanın. Bir dənə sizə incə bir mətləb deyim Qurandan. Amma zahirən əlaqəsiz görünür, amma batin əlaqəsi var. Nuh Peyğəmbərin hadisəsini hamınız eşitmişsiniz. Nuh Peyğəmbərin ümməti, qövmi qərq olur dənizdə. Allah Nuh Peyğəmbərə əmr eləyir, gəmi düzəltsin və nicat tapır. Özü və əhli və iman gətirənlər nicat tapır. Övladlarından biri Kənan adında. Deyirlər ki, sudadır. Atad da baxır Həzrəti Nuh. Bəzi alimlər deyir ki, Həzrəti Nuh o vaxta qədər bilmirdi, o kafirdir. Zahirən müsəlmandır. Yoxsa deyir ki, onun xilasını istəməzdi. Ondan sonra deyir, baxır görür, oğlu qərq olur, gəmiyə minmir, ürəyi yanır, deyir, ya bu nəy? İrkəb məna. Ya bu nəy? Yəni, oğlum, çox incə xitabdır da bu. Mehriban şəkildə. Övladım, oğlum, gəl bizlə min gəmiyə. Nə cavab verir? Deyir, özüm üzməyi bacarıram. Oğlu deyir, özüm üzməyi bacarıram. Səavi ilə cəbəlin yəsimuni minəl ma. Deyir, dağa pənah aparacam. Dağ məni sudan xilas eləyəcək. Sudan xilas eləyəcək. Deyir, burada rəmzi mənalar var. Yəni, bu oğul elminə güvəndi. Rəmzi mənası budur. Elminə güvəndi. Elmi imana çevrilməmişdi. Deyir, mən bacarıram. Mən bacarıram onu həlak elədi. Kəş o bacarmayardı, kəş bilməzdi. Belə alimdənsə bilməyən daha yaxşıdır. Elm oxuyub jestlərlə alim ədasını çıxardanlardansa, vallah bilməyənlər yaxşıdır. Elm oxuyub elminə fəxr eləyənlərdənsə,
cahil yaxşıdır. Elm terminlər əzbərləmək deyil. Qəlbə daxil olan mərifətdir. Elm budur. Yoxsa bəzi adam var ki, ağzı aça bilmirsən, o qədər oxuyub doğrudan da, nə deyirsən deyə bilirəm. Nə deyirsən deyə bilirəm. Vay o gündən adam bildi, heç kəsdən söz eşitməyəcək. Əgər biliyi hicabdırsa, biliyi mərifətə çevrilmədisə, elmin də fəsadı olur. Öyrənsə insan əməl eləmədiyi qədər öyrəndiyi elm ilə Allah arasında hicabdır. Ən pis məxluq dillər kimdir? Əməlsiz alimdir qiyamət günü. Qiyamət günü ən pis məxluq alimlərdir ki,